Səs 1-2 səs. Deneme ses 1-2 ses. Ekranın o üzündəki hər kəsə salam. Mən Hüseyn. Bugün Level Devil oyununa qaldığımız yerdən davam edirik. Harda qalmışdıq? 3-cü sezonda qalmışdıq. İndi bilənlər bilir bu oyunu, bilməyənlər üçün də mən bir daha deyirəm. Bu oyun insanı çox əsəbləşdirir və gözlənilməz yerlərdən tələlər çıxarır və bu da çox çətinləşdirir oyunu. İndi isə 3-cü sezonda qalmışdıq. 3-cü sezon nə edir? Yəni gördüyünüz burada nə qədər qapılar ki var. İndi biz 3-cü qapıdayıq. Yəni o qapıya sezon deməyimizin səbəbi də odur ki, yəni hər qapının içində 5 bölüm var. Biz də qısaca hər sezonda 5 bölüm var deyirik. İndi isə 3-cü sezona qaldığımız yerdən davam edək. Görək nə baş verəcək. Bəli, belə quyu kimi bir yerdir. İndi tərpənmə sözün açığı qorxuram. Çünki dediyim kimi gözlənilməz hadisələr çox olur burada. Gedək də görək nə olacaq. Atlandıq, belə oldu. Başa düşdüm. Bu səfər eləyəcəm. Oradan divar çıxır, mən keçirəm bu üzə. Buradan bir daha da çıxıram, bir daha da atlanım, vəsə. 3-cü sezonun 1-ci bölümü hazır. İndi burada dümdüz bir koridor var. Bu aradan maşın səsləri gəlirsə, çox üzürlüsən, yəni eləyə biləcəyim bir şey yoxdur. Gəlib yolu bağlamayacağam. Maşın da səsi gəlir. Nə olacaq? Demək, düz koridordur. Gedək görək nə olur. Divar açıldı. Əslində keçə bilərdim. Prosta mənim mallığımdır. Biraz tez atlandım. Keçək, bu səfər keçəcəm. Hop. Keçəmədim. Nəysə. Bu səfər olacaq. Hazırsınız? Baba. Hop. Keçdim. Bu qədər asan. 3-cü bölümə keçdik. Hə, 3-cü bölüm. Yəni 3-cü bölümə qədər bitirmişik ya da 3-cü bölümə keçirik. İndi onu dəqiq bilmirəm. Gedək də. Gedənmədik. Nəysə. Bildik ki, oradan şey çıxır, atlandıq belə. Bu arxaya da gələcək. Ay da. Bilirdim gələcək, amma mallığımdan atlana bilmədim. Daha keçəcəm belə. Bir dənə də arxaya gələcək. Hop, belə. Hop. Hazır. İndi 4-cü bölümə indi keçdik məncə. Hə, çünki bundan sonra 5-ci bölümə keçəcəyik və 3-cü sezon qurtaracaq. İndi burada nə edəcəyik? Baxay. O mallığı gördünüz, bir dənə oradakı o hərəkəti gördünüz. Da özümə sözüm yoxdur da. Atdan belə. Yəni də aha, elə bil əzbərə bilirəm oyunu. Yəni ki, öyrəşmişəm də, tanıyıram da bu oyunu. Divar gəlir. Hop. Uyda. Görsüz, mən bu oyunu yazıram da. Vəsə. Demək, 3-cü sezonu bitirdik. Bəli, bitirdik 3-cü sezonu. İndi keçdik 4-cü sezona. Görək 4-cü sezon nə olacaq. Deməli, burada bu nədir yumuş edər? Qəpi idi, nədir? Hə, qəpi idi, belə alaq. Oy, zibil, bəxtə keçdim. Orada mən nətər düşmədim. Nəysə, keçək, boş şeydir. Əsas oldu, keçdik. Demək, 4-cü sezonun 2-ci bölümü. İndi buradan yiyəcək. İndi burada alaq da bəşə yolda elə düz görünməz. Getmək olmur. Hə, üstünə çıxacaq. İndi bunlar qəpidir, yəni. Gedək görək nə olur. Axırıncı 2 dənə qəpiyi qoyub. Nəysə, təzədən başlayıb, bu səfər keçəcəm. Bildiyim ki, axırıncılar qəpiyi də atlandı belə, hazır. Məndən olsa bunu da alardım, amma nəysə də. Çoxuna gözümüz toxdur. Demək, indi beləncə burada nə olur? Qəpiyi. Məncə bu səfər qəpiyi olar da. Hə, qəpiyi. Dümdüz. Üstəkini almamalıymışıq. Demək, üstəkinə dəymirik, dümdüz gedirik. Hop, belə. Hazır. İndi 4-cü bölüm. 4-cü bölüm yenə üstlərinə atlanacaq da yəqin ki. Belə. Aha. Bir dənə də atlanacaq. Bir dənə də atlanacaq. Oy, zibil. Mən ancaq bəxtəbəxt keçirəm. Heç nə bilmirəm, ancaq nə gəldi keçirəm. Demək, indi son bölümə gəldik. Tez-tez gedək. Tez. Bunlar bombaymış. Mən də gələ fikir verirəm. Deyirəm, görsən bunlar mən niyə almadım? Özümü mal kimi istədim, amma indi başa düşdüm ki, ona dəyəndə malıymışam. Aha, tərpəndilər. Nə olacaq indi? Ay, zibil. Divarın içindən də keçirilmişlər. Mənim də əlim ayağım dolaşdı, soyuqdan. Güzel keçəcəm. Estağfurullah. Güzel olacaq. Hazırsınız. Hop, hazır.
Demək 4-cü sezonun da sonuna gəldik. Məncə 5-ci sezonda oynayaq, heç nə olmaz. Biraz uzun olsun da. Yəni uzun olsun deyə əslində çox qısa oldu. Yəni digərlərinə nisbətən uzun olur da. Yəni indi mən digər videoları qısa tuturam. Səbəbi odur ki, yəni çox izləmə gəlmir də. İzləmə gəlməyən videonu da uzun tutma səbəbi yersizdir axı. Ona görə də qısa tutmaq da məncə sərfəlidir. Hiçbir şeyine değer ne kimse. Amma bu video digərlərinə nisbətən biraz uzun ola bilər. İndi portala tərəfi oyda tərs kontrol edib. Yəni tərs kontrol dedim, qabaq düyməsinə basanda arxaya edir, o belə. Gördünüz? Nəysə, indi demək arxaya basacağıq, qabağa edəcək. Bu qədər sadə. Bu asan idi, birinci bölümdür çünki. Yəni ki, öyrətmək üçündür. İndi qabağa basım, risk edeyim də nə? Baxsın, ay. Hələ də tərs kontroldur. Nəysə, arxa nə edəcək, altdan. Of! Bağırma lan milletin içinde. Bu səfər keçəcəm. Hazırsınız? Hop, biri keçdi. Hop, birini də keçdim. Hop, birini də keçdim. Hop, hazır. Bu qədər sadədir, yəni asan şeylər deyə bunlar. Çox da çətin deyil. İndi burada atlanacağım bunun. Niyə atlanmır? Hə, bu səfər də atlanmaq düyməsinə basanda bu tikanlar atlanır göyə. Onda belə eləyim. Hazır. Oy zibil ucunda bu nə təzə tikan gəldi ki bura. Danışmaqdan yenə bəxtəbəxt keçəcəm 100%. 4-cü bölümə keçdik. İndi hələ də tərs kontroldur. Yox, indi kontrollar düzəlib. Onda atlan. Oha! Oha ne diyor? O nə tər atlanmaq idi? İndi də atlanmağı uzun qoyub da. Nə tər keçəcəm onda? Bura atlan. Hə, belə süzülür də sonradan onda. İndi burada da belə. Hazır. Hop. Bu qədər asan. İndi 4-cü sezonun son bölümü. Bu biraz qəribədir çünki hər yerdə dəyişir. Yenə tərs kontrol. Bu oyunda bu mənim mallığım idi, üzr istəyirəm. Hop, belə. Oyda. İndi də bura atlananda kontrollar düzəldi. Bura keçdim, hop düzəldi. Görsə indi normal kontroldur. Bir dənə də atlanım, hop, yenə düzəldi. İndi tərsinə döndü. Bir dənə də atlanacağam. Yenə düzəldi. İndi normal. Və 5-ci sezonun ya 4-cü, yox 5-ci. Konuş artık. Oha neçənci? 6-cı sezona keçdik. Və dostlar, videomuz bu qədər idi. Əgər video xoşunuza gəldisə, sizə əyləndirə bildimsə, videoyu bəyənməyi və kanala abunə olmağı unutmayın. İstəyinizə görə yorum da yaza bilərsiniz və ya dostlarınızla paylaşa bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.